O da bir imtihan. Görürsən? Hər nə qazanırsan imtihan. Böyle deyir ki, məsələn, 5 aldımsa imtihandan bitdi. O 5'in özü də bir imtihandır. Baxır, gör, neyniyəcəksən. Özünü necə aparacaqsan. Yaxşı. Dünyanın mükafatı da imtihandır. Şərri də imtihandır. Əmir-ül-Müminin xəstələnmişdi. Bir qrup insan onun ziyarətinə gəldi. Halını soruşdu. Dedilər, keyfə əsbəht, sübhü necə açmısan? Əmir-ül-Müminin bir cavab verdi, bunlar hamısı təəccübləndi. Çünki başqa cavab gözləyirdilər. Əleyhissalam buyurdu, şərlə açdım sübhü. Dedilər, necə? Dedilər, şərlə açdım sübhü. Dedilər, ağacım, biz səndən başqa cavab gözləyirdik. Təxminən bu cavabı gözləyirmiş, əlhəmdülillah deyəcək. Yaxşıdır, əlhəmdülillah. Amma biraz başqa cavab eşitdi. Dedi, şərlə açdım sübhü. Çünki Peyğəmbərdən ki, adətən belə eşitmişdilər ki, deyirlər, Peyğəmbərin bir dənə xüsusiyyəti var idi ki, elə ki, neymət üz tutsaydı, bu zikri deyərdi. Əziz qardaşlarım, dəyərli bacılarım, bir neymət sizə üz tutanda deyirlər, bunu keçirt söz zehninizdən, dilinizdə söz nə gözəl, nədir? Bir neymət üz tutan ki, deyin, əlhəmdülillah, ələ həzihin neymə. Bu neymətə görə sənə həmdlər olsun, ya Rəbbəl aləmin. Birdən bir çətinlik üst tutsa, bir problem, müşkül, deyin, əlhəmdülillah, ələ kulli halin. Peyğəmbər belə deyərdi, hər halda sənə həmd olsun. Bu Peyğəmbərin sünnəsi və sirəsi bəlaya və neymətə baxışda. Bunlar gözləyirlər Peyğəmbər Əmir-ül-Müminin deyər, keyfə əsbəhdən sonra necə sübhü açmısan? Əleyhissalam deyər, əlhəmdülillah Rabbil aləmin. Gördü, Əleyhissalam başqa sözdür, mən şərlə açdım. Dedilər, Əlican, biz səndən başqa cavab gözləyirdik. Dedi, mən bu sözüm ayəyə istinaddır. Dedi, nədir ayə? Dedi, nəblukum biş-şərri vəl-xeyri fitnətən. Mən, Allah deyib, sizi imtihan edirəm şərlə və xeyr vasitəsilə. Həm şərlə imtihan edirəm, həm xeyr vasitəsilə imtihan edirəm. Düzdür, hər halda Allah həmd olsun. Əmir-ül-Müminin ruhunun sözü budur. Əlhəmdülillah, ələ kulli halin. Şər də gələndə, xeyr də gələndə. Amma burada o zikrin əvəzinə onu ziyarət edənlərə, gələnlərə bir dərs keçmək istəyir. Quranı xatırlatmaq istəyir ki, bir baxış bucağı verir ki, belə baxın həyata, şər də, xeyir də imtihandır. Bunu Quran-ı Kərim deyir. Xeyir sağlamlıqdırsa, tutaq ki, xəstəlik bir şərdir. Amma ona tamamilə siz necə baxmayın, o birisi gözlə baxmayın ki, o çox pis bir şeydir. Xeyr, orada da bir imtihan var. Əmir-ül-Müminin daha da olan gözünü açır. Bu ağanın xəstə olduğu halda gör nə qədər insanlara sevgisi var ki, xəstə yataqda da dərs keçir, moizə edir. Bir də Əmir-ül-Müminin böyüklüyü budur ki, onların istədiyi cavabı demir. Nə lazımdırsa onu deyir. Lazım deyil ki, həmişə istədik. Sənin xoşuna gəldiyi deyim. Məgər xəstənin yaxınları həkimdən soruşanda xəstənin vəziyyəti nədir? Həkim xəstənin yaxınlarının istəyinə uyğun deyir. Xərçəngcə deyəcək xərçəngdə. Yox, qoy bulanı ürəyin açım. Yaxşıdır xəstə, narahat olmuyor. Yaxşı deyil axı. Reallıq nədir onu deyir. Səni xoşladığımı demir. Əmir-ül-Müminindən başqa cavab gözləyir, Əmir-ül-Müminin başqa cavab deyir. Buradan bu çıxarış edirəm. Əmir-ül-Müminin dili ilə Quran-ı Kərimi seyr edirik. Quran-ı Kərimi seyr eləyərkən bir ayə çıxır qabağımıza. Ayə budur. Nədir? Nəblukum biş-şərri vəl-xeyri. Sizi şərlərlə və xeyirlərlə imtihan edirəm. Deməli, bu dünyanın şərri də imtihandır, xeyri də imtihandır. Bu Quran-ı Kərimin məntiqi Əli əleyhissalamın dili ilə. Yaxşı. İnsan imtihan olunur. Biraz açaq mövzunu. Neçə dənə söz deyirəm, bunları kaş oturub bir adam cümlə qeyd eləyəydi. Ki, bu çıxarışları da ki, dəyərli alimlərin, ustadların kitablarına istinadən deyirəm. Yaxşılar da imtihan olunur. Elə deyil, yaxşı insanlar imtihan olunur. Hamımız. Həzrət İmam Sadiqdən bir söz var. Buyurur, Əl-mümin la yəmzi aleyhi ərbəunə leylə illə aradə ləhu əmrun yəhzunuhu yüzəkkəru bih. Tərcüməsi. Mümkün deyil ki, 40 gün tamamlansın,
Amma iman əhlini narahat edən bir hadisə baş verməsin. Mümkün deyil 40 gün tamamlansın, bir dənə səni narahat edən hadisə baş verməsin. Necə olmalıdır? Hədisdir bu. Bir şey baş verməlisən, narahat olmalısın. Mömindir özdə, narahat olmalıdır. Niyə narahat olmalıdır? Yüzəkkəru bih. O narahatçılıqda bir xatırlatma var. İnsan düşünəcək ki, nə oldu, nə boşluq oldu, hansı səhv addım atdım, niyə bu baş verdi, niyə belə olmalıydı, nə günahım var. Mümkün deyil bir mömin 40 gün gəlsin, keçsin, bir dənə qanun qaraldan olmasın. Böyle çıxacaq, yəni qanun qaratmalıdır. Bir də hadisə baş verməlidir, narahat olmalısan. Gör nə qəşəng hədislərdə reallığı deyiblər. Anlatmırlar da bizi. Yəni namazı qıl, hər şey qəşəng yolcu. Hər şey qəşəng yolcuğu sözsüz. Amma o demək deyil, çətinlik olmayacaq, bəla olmayacaq, belə. Yox. Çətinlik də olacaq, bəla da olacaq, imtahan da olacaq, hər şey olacaq. Amma onun mənası başqadır. Hədis desəm sizə maraqlı bir dənə hədis deyim. Deyir, yaxşı insan günah eləsə, məsələn, səhər günah eləsə, gün batmamış bəlası gələr. Ki, ayılsın. Heç qoymaz Allah gün batsın. Gün batmamış bir dənə nəsə gələr ki, o elədiyi günahın kəffarəsi. Yəni, o səhv nə olsun? Səhv elə günah. Hələ axşam gün batmıyor, bu nəsə çıxdı. Bu yaxşı insanlara nisbət. Bir bəla gələr. Düzü bir baxımdan bəladır, cəzadır. Amma digər baxımdan bu cəza, bəla özü də bir imtihandır da. Baxım, Allah baxır, neyincəsən özünü indi? Necə aparacaqsan özünü? Bu nə deyə başıma gəldi deyə. Allahın üstünə yıxacaqsan, yoxsa öz vaxt harcaysan? Görsən, bəla ilə imtihan biraz qarışıb bir-birinə. Yəni, oradan tapıb çıxartmaq, istəsəz belə bir tər çıxardarsa, amma qarışıb sanki bir-birinə. Ona adını qoymuşuq xütbənin nə? İmtihanlar və bəlalar. Amma dairəsi bəladan genişdir. Yaxşı. Biri gördü, Əmirül-Möminin gördü, bir dua eləyir. Əlini qaldırıb qəşəng dua eləyir. Hərdən olur da, indi hamımızın ürəyinin sözü olur. Qəşəng, özü üçün öz aləmində qəşəng dua eləyir. Allahumma inni a'udhu bik minəl fitnə. Fitnə ərəb dilində tərcüməsi imtihan. Bir mənası imtihandır. Bu bizdə leksikonumuzda olan fitnədən söhbət getmir. Fitnə ərəb dilində imtihan. İnşallah onu gələn mövzularda mən izah verəcəm sizə ki, Qurani Kərimdə imtihanın adları, maraqlı adlar deyilib. İmtihanla bağlı Quranda. İnşallah deyərəm. Gördü bir dua edir. Allah sənə sığınıram imtihanlardan. Əmirül-Möminin baxdı ona dedi. Ərəkə tətəavvəz min malikə və vələdikə. Sən bir sənə dua elədin? Dedi, nə dua elədim? Dedi, sanki əlvi qaldırdın, dua elədin. Ya Allah, mənə övlad vermə, mənə pul vermə, mal vermə. Dedi, bunu necə dedim ki mən? Dedi, gəl sənə bir dənə ayə xatırladım. Dedi, nə ayədir ki? Ayə baxın. İnnəmə əmvalukum və əvladukum fitnə. Sizin mallarınız və övladlarınız imtihandır. Allah pul da verəndə imtihan verib. Övlad da verəndə imtihan verib. Sən deyirsən, Allah mənə imtihan eləmə. Yəni, Allah mənə övlad vermə. Mənə pul vermə. Belə dua edir, oradan da gəlmiş, o da Allah niyə vermirsən də, özün dua eləmirsən də. Yəni, insan gəlir, dini mariflə tanış ola. Maraqlıdır, bax, dini mariflə tanış olmaq. Dua da özü bir məktəbdir. Duanı da insan gəlir, hər nə gəldi danışım deyil. Gör, məsum hara apardı məsələni. Həm səhvini dedi, həm dəlil dedi, həm düzü dedi. Dedi, belə dua elə. Necə dua eləyim? Vələkin qul. Allahumma inni əudhu bik min muzillatil fitən. Allah sənə sığınıram o imtihanlardan ki, o imtihanlarda azaram. Məni azdıran imtihanlardan sənə sığınıram. Duanı belə eləyərlər. Dedi, hə, indi bildi. Nə ki, imtihan eləmə. İmtihan lazımdır da. Mümkün də deyil ki, o yəni, alınmayan duadır. Yaxşı. Belə dua eləyin, qardaşlar, bacılar. Allah məni, o imtihanlar ki, mən azaram, həddimi aşaram, məni azdırar, çıxardar haqq yoldan və s. Sən əlimdən tut, o imtihanlardan məni uzaq elə. Və üçüncü məsələ, pillə-pillə gedirəm. Bugün biraz hələ zehnimiz açılsın bu mövzularda. Birinci dedik ki, imtihanlar var. İmtihanlar var. Ümumidir. Biraz da açdıq ki, yaxşı insanlar da imtihan olur. Bir pillə də gedirik qabağa ki, imtihanların ağırı, yüngülü var. Elə deyil ki, hamı eyni cür imtihan olunur. Hədisdə var ki,
ən ağır imtahan olunanlar kimdir? Cavabda gəlir o hədisdə ən-nəbiyyun peyğəmbərlər, summəl əmsəl əl-əmsəl. Sonra kim ki onlara biraz oxşayır, ona oxşadığı qədəri olan imtahanlar. Hər bir amma bir dənə burada bir dənə mötərizə açağın. Hər bir imtahan ki bizə gəlir, tutumumuzdan artıq gəlmir. Ya tutumumuzdan aşağı gəlir, ya tutumumuz qədəri gəlir. Nə deməkdir? Misalla deyim sənə. Sən 100 kiloluq daşı götürə bilirsənsə, ondan artığı götürə bilmirsən. Allah sənə ən çoxu göndərsə 100 kiloluq daş göndərər. 101 göndərməz. Ya da ki 90 göndərər, 80 göndərər, 70 göndərər. Ya tutumundan aşağı göndərər, ya tutumundan qədəri göndərər. Bu bir məsələ. Mötərizəni bağladıq, davam edəyək mövzumuzu. O da budur. İmtahanlar var ki, daha çətindir, imtahanlar var, biraz yüngüldür. Bir dənə hədis İmam Sadiqdən deyim. Deyir, ən çətin imtahanlar İmam Zamanın zuhuruna yaxın olacaq. Ən çətin imtahanlar zuhura yaxın olacaq. Çünki batil tamamilə gücünü ortaya qoyacaq və o da bütün gücünü səfərbər eləyəcək. Orada güclü iman, bəsirət lazımdır, istiqamət lazımdır, güc lazımdır, qüdrət lazımdır ki, batilin fırtınasında itib batmayasan. İmam Zaman ağanın zuhuruna yaxın qəliz imtahanlar olacaq. Bəli. Asası qabağa getsəm, mövzunu belə danışacağım sizə. Bizə bu baxışı aşılayıblar ki, neymət gələndə öyünməyin. Neymət gələndə neyin? Öyünməyin. Mövzunu əlaqələndirəcəm mövzu ilə. Neymət ki gəldi, öyünməyin. Neyin? Məsuliyyət hiss edin. Deyim, bu bizim imtihanımızdır. Hər nə gəldi sizə gözəllik, Allah elm verdi, elm qapısını açdı. Allah pul verdi, Allah vəzifə verdi. O neymətlə bağlı öyünməyin. Məsuliyyət hissiniz oyansın. İlahi və Rəbb mənə çətin bir yük verdilər. Mən nə edəcəm? Allahın altına necə çıxacam? Belə. Ələm müctəhidlərdən biri dünyasını dəyişəndə o birisi keçdi onun yerinə. Keçəndə ağlayırdı. O təzəvvürlü mərcə olacağı ağlayırdı. Dedilər, niyə ağlayırsan? Dedi, böyük məsuliyyət gəldi üstümə. Necə cavab verəcəm? Bu yükün altına necə çıxacam? Bu yükü çatdıra biləcəm ünvana. Adam biraz vəzifə verən sevinir. Yığır bayram edir, yığır dostlarına, gəlin qonaqlıq verir qardaş üstə. Qardaş, qonaqlığı verir. Bu mənada verir ki, məsuliyyətin artdı. Allah sənə bir məsuliyyət qoydu boynuna. Əgər o xidmət ilahidirsə, yaxşıdırsa, Allaha bağlanacaqsa sonda. Bu mənada yığıyla ki, ilahi, sən əlimdən tut ki, mən bu yükü apara bilim. Süleyman Peyğəmbərin sözüdür. Bunu gətirib dilinizə saxlasınız, gözəldir. Harada görürsünüz təriflə, gətirin dilinizə bu zikri. Ya zehninizə keçirin. Hâzâ min fəzli Rabbi. Mülk verilmişdir Süleymana. Yerin göyün mülki. Allahın izni ilə də nələr verilmişdi ona gör. Deyirdi, hâzâ min fəzli Rabbi. Bu Allahın mənə olan fəzlidir. Liyəbluvəni. Allah məni imtihan edir. Əşkur əməkfur. Şükr eləyəcəm, yoxsa küfr eləyəcəm. Baxış budur. Neymətə baxış budur. Biraz neyməti açım sizə. Əllamə Cəvadi böyük müştəhidlərdən biri, filosof və həm gözəl müfəssir. Təsnim kitabında neymətlə bağlı 3 dənə kəlmə dediyi 3 cür neymət var Qur'an-ı Kərimdə. Bir neymət zahiri neymətdir, ikinci neymət batini neymətdir, üçüncü deyir sən elə bilirsən neymətdir, neymət deyil. Sən elə bilirsən, amma neyməti şükür eləyirsən. Ayələrini deyirəm indi sizə. Birinci ayə, Allah buyurur, əzhərə ni'məhu zahirətən və batinə. 1-lə 2 buradadır. Allahın bəzi neymətləri zahiridir, bəzi neymətləri batinidir. Zahir nədir? Görünür. Nə bilim, Allah məsələn, tutaq ki, elm verib sənə. Görünür də, neymətdir. Batini neymətlər də var, gizli neymətlər. Allah sənə, bəzi o neymətləri biraz belə dəqiq baxmalısan, görməlisən, ha? Mesela Allah bir dost verib, böyük bir neymətdir. Sən uçurumdan çıxardır, amma sən neymət kimi baxmırsan.
Batini nemətlər də var, onlar da görün. Üçüncü nemət elə bilirsən nemətdir, sən demə nemət deyil. Ayəyə baxın. Deyib, qalə qad ənəməllāh aleyyə izləm əkun mə'hum şəhid. Şükür olsun Allaha, bir hadisə baş vermişdi. Bir cihad idi, bildiyim qədər, bəli. Bir nəfər də iştirak eləməmişdi orada, çəkilmişdi, belə çıxmışdı aradan. Orada bir çətinliklər baş vermiş. Sonra keçirdi, şükür edirdi Allaha. Deyirdi, qalə qad ənəməllāh aleyyə. Allah mənə necə neymət verdi, çəkildim, kənarda qaldım, iştirak eləmədim. İzləm əkun mə'hum. Şükür edib, çıxdım vəziyyətdən. Allah deyir, neymət deyil ki. Neymətdən məhrum olmaqdır. Görsən, ata evdə indi məsələn 3 oğuldur, birini dükana göndərmək istəyəcək. Deyir, bala, məsələn, adı deməyib də hansı getsin. Bir dənə deyəcək, get dükana sal ya. Görsən, oğullardan biri bir dənə məndən bir dənə mənə deməsin, buna desin, bir dənə mənə deməsin, buna desin. O birisində deyən kimi get, bu ürəyində deyir, şükür məndən çıxdı, get, dur, get al. Bu şükür edir ona, şükür məndən çıxdı. Sən nəyə şükür edirsən? Neymət əlindən çıxdı. Geyib alsaydın, bir dənə savab idi, atanın sözünə qulaq asdın. Əgər orada vəzifə bu idisə gedəsən. Savab qazanacaqdın. Bunu neymət bilir ki, məndən çəkildi. Bəzi xidmətlərdən olmuşuq, məhrum elə bilirik ki, yaxşı çıxdıq vəziyyətdən. Yaxşı çıxmamısan vəziyyət, neymətdən məhrum qalmısan. İlahi xidmətlərdən məhrum qalmısan. Peyğəmbər zamanında səfərdə idi sahabələri ilə, belə deyək, gezirdi, gedirdilər bir yerə, gəldilər çatdılar bir yerə ki, orada yemək istəyəndə hamı düşdü, bir qoyun kəsirdilər. Sahabələrdən biri dedi ki, qoyunu kəsmək mənlik, biri dərisini soymaq mənlik, biri doğramaq mənlik, axırda Peyğəmbər də qayıtdı, odunu yığmaq mənlik. Çətin işi götürdü biraz, odun yığmaq, səhrada yığacaq, narda tapada çöpü və s. Yox, Peyğəmbər s.ə.v oturdu, yox, mən də istəyirəm, bir xidmət edeyim. İstəməm burada bu mənada imtiyaz əldə edeyim. İndi sizin vəzifəviz budur, olan vəzifəsi bu, qoymasınlar Peyğəmbəri. Amma Peyğəmbər də xidmət eləmək istəyir. Ondan sonra dedi ki, Allah sevmir bir insanı ki, belə yerlərdə özünü fərqli göstərə. Yaxşı, bəli, o birilərinin vəzifəsi budur, qoymasın o eləsin. Amma mən o ruhda olmamalıyam. Sən o ruhda olmamalısan. Hələ oturum xidmət eləsinlər mənə. Dur, özün də xidmət elə. İndi qoymazlar da, indi qoymadılar. Amma özün də bu ruhda olmayı mənə boyunlarının vəzifəsidir xidmət eləsinlər. Yaxşı? Peyğəmbər dedi, yox. Bax, onu da bir neymət bilir, o gedib odun yığmağı da. Neymət bilir. Və imtihanlar, neymətlər imtihandır. Davam eləsən mövzunu, imtihanlar hər gündür. Və imtihan vasitələrindən biri insandır. Ətrafımız bizi üçün imtihan vasitəsidir. Bunun üçün də ayə deyirəm sizə. وَلَكِنْ لِيَبْلُوَكُمْ بَعْدُكُمْ بِبَعْدٍ. Allah sizi biri digərinizə imtihan edir. Ətraf mühit sizə imtihandır. Ailədə xanım kişiyə, kişi xanıma bir mənada imtihandır. Müdür işçi üçün, işçi müdür üçün. Gəlin qaynana üçün, dost üçün imtihandır. Allah deyir, sizi bir digərinizə imtihan edir. Bir digərini imtihan edir. İmtihan olmuşsun. Görürsən, bir səni incidir, narahat edir, o da bir dənə imtihandır. İmtihanınca çıxacaqsan. Deyirlər, Ənəs ibn Malik deyir ki, Peyğəmbər evində xidmət edib baxıb bir müddət. Ənəs ibn Malik Peyğəmbər evində xidmət edib, Peyğəmbərə qulluq edərmiş. Deyib, Peyğəmbər oruc idi, iftarı gözlədim, süd qoymuşdum onun üçün biraz. Gəlsin iftarı açsın. Peyğəmbər də gecikdi, dedim, daha iftarını açıb gələrdi, götürdüm, südü içdim. Südü içdim deyir. Peyğəmbər də deyir, gəldi, gələndə onun yanında olanlarına soruşdum, Peyğəmbər iftarı açıb da bir yer. Yox, gəlib evdə açma. Sən Allah dedi, hə. Utana qaldı, bir şey də yox. Peyğəmbərə gəldi, yox desin, yox desə demədi. O kişilər kimi olar, evdə qırğın davasalara. Görür, bir şey olmadı da. İndi xanım var, elə öyləşib ki, heç nə eləməsin, hazırlamasın, elə kişi gəlsin, hər gün ac otursun evində, bu da iş deyil. Evdə otur bir şey hazırda, bu gəlir axı. İndi bu tərəfin hədisini götürə deyək ki, Peyğəmbər, sən də bu tərəfdən xidmət verə də. Yaxşı, oradan çıxaq. Peyğəmbər neynədir?
Keçdi kənara, heç nə demədi, heç nə. Elə apardı ki, elə belə də olmalıdır məsələn. Belə apardı ya söhbət, elə belə də olmalı, yoxdur. Ənəs ibn Malik deyir, o qədər utandım və sonra bunu deyir, ölənə qədər bir dəfə də olsun o hadisə mənə başıma vurmadı. O asan. Bunu eləmək asandır ya, orada dözmək olar. Sonradan bir ildən sonra adam başına vurur. Sən onda bunu elədin, mən də dözdüm ha. O imtahan orada verə bilmədin. Bir illik imtahanı vermirsən, ikinci ilə keçəndə verə bilməmisən. Ona görə deyirlər, son nəfəsə qədər imtahandır. Harda qutarır? O bir də axırıncı nəfəs var, belə çəkdin onda, onda bitdi imtahanın, gedirsən cavab verməyə. Son nəfəsə qədər imtahandasan. Maraqlı həyatımız var. Maraqlı. İnsanlar biri digər üçün imtahandır. Və mövzunu billə-billə getdim, gəldim bir yerə çatdım ki, məsumlar da biz üçün bir imtahandır, bir mənada. İmtahandılar. Məsumlar. Nə mənada imtahan? Pis mənada imtahan yox. Onlar gəlib bir məsuliyyətimiz var, imamlar məsələn. O məsuliyyətlərə doğru dürüst cavab verə bilsək, icra edə bilsək, boyumuza düşən vəzifədə o imtahanlardan keçdik. İndi sizə bir dənə duadan çıxarış edib bu sözümü təsdiq eləyəcəm. Bir dua var, adı Cami-i Kəbirə. Oxumusunuzsa nə gözəl. Oxumamışsa ömrünüzdə bir dəfə oxuyarsınız. Ariflərdən biri deyirdi, hərdən o dualardan bir dəfə dadmağın eybi yoxdur. Hamısını həmişə oxumaq olmur, amma bir dənə dadın deyir. Maraqlıdır. Ziyarət Cami-i Kəbirə çox gözəl duadır. 10-cu imamdandır. 10-cu imamdandır, İmam Hadidən. Musa ibn Abdullah Nəxəyə adlı bir insandır, gəlir ondan 10-cu imama deyir, səni necə ziyarət edeyim, deyib, belə oxuya bilərsən. Yəni, bizi ziyarət eləmək istəsin, bunu oxu, təkcə İmam Hadini yox, bütün imamları ziyarət eləmək istəsin, ziyarət Cami-i Kəbirəni oxuya bilərsiniz. Əllam Məclisi eşitmişsiniz yəni ki, birinci var, ikinci var, ata bala. Ata deyir, Əllam Məclisi deyir ki, mən la yəhzəruhul fəqihin şərhində qeyd olunub bu. Deyir ki, orada belə qeyd edir ki, deyir, bir gün deyir, getdim, deyir, Əmirül-Müminin hərəminə, Əllam Məclisi deyir, dedim, qoy, biraz orada qəşəng ibadət edeyim, gecələri ibadət elədim, gündüzləri ibadət elədim, deyir, gecənin bir aləmi yuxuda imam zamanı gördüm, Allahümme sallallahu aleyhi ve Muhammed. Yuxuda gördüm ki, ağa cəddinin, atasının qəbrindədir, atasının qəbri kənarındadır, İmam Həsən Əskərinin. Deyir, bunu görən kimi, deyir, ayıldım, üst tutdum, dedim, mən də geləcəm ara, o qəbir haradadır? Samirradadır da. Samirradadır, İmam Həsən Əskərinin qəbri Samir. Əsl adı Samirranın Surrə Mən Raədir. Surrə Mən Raə, surrə sevincindən götürüb. Mən Raə, yəni oranı görən sevinər. Surrə, Samirranın mənası budur. Surrə Mən Raə. Ora kim baxsa sevinər də, yəni ora elə bir sevindirər insanı da. İmam elə adı qalıb, deyir, qərarlaşdım ki, Surrə Mən Raəyə gedim, yəni Samirraya gedim. Deyir, gəldim, çatdım, Əllamə deyir, çatdım, deyir, ağanın qəbrinin kənarına dayanmışdım, deyir, Allah nəsib elədi, orada imamın özünü gördüm, Əllamə deyir, orada gördüm, deyir. Orada gördüm, deyir, başladım ziyarət Cami-i Kəbirəni oxumağa, ona tərəf baxaraq. Bitirdim, deyir, o qədər deyir, əzəməti vardı ki, bir təhər yaxınlaşdım, deyir, yaxınlaşanda, deyir, ağa qayıtdı ki, ni'mə əz-ziyarə hadihi, nə gözəl ziyarətdir bu ziyarət. Nə qəşəng duadır, Cami-i Kəbirə duası. Özü təriflədi İmam Zaman bu duanı. Tərifləyəndən sonra deyir, mən qayıtdım ki, sənin cəddün, yəni 10-cu imamdandır bu dua. Dedi, bəli, bəli. Cəddimdir, 10-cu imamdandır bu ziyarət. Nə qəşəng ziyarətdir bu ziyarət. Həmən ziyarətnamədən bir dənə cümlə çıxarış eləmişəm. Ona görə dedim ki, bir o ziyarətnaməni tanıyasınız, fürsət olsun. Burada bir dənə cümlə deyirəm sizə. Orada bir cümlə var. Vəl-babul mübtəla bihin nas. Və bu duaya Əllamə Cəvadi bir dənə təfsir verib, Adabu Fənail Müqarrəbin. Bir dənə gözəl, bir neçə cildli kitabdır. Orada bu cümləni şərh verir. Tərcüməsi budur. Vəl-babul mübtəla bihin nas. Siz bir babsuz, bab qapı. Bu qapı vasitəsilə insanlar imtihan olunur.
Ondan sonra Əllamə izah verir. Deyir, qapı harda olar? Bir ev olar ki, onun qapısı olar da. Bir dərgahın qapısı olar da. Yəni, ilahi dərgahın qapısı bulardı. Bunu istəyibdisin. Ondan sonra ayə gətirir. وَلَكِنَّ الْبِرْ مَنْ اِتَّقَى وَأْتُ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا. Quranda ayədir. Evlərə girmək istəyirsə qapılarından girin. O qapı da imtihan qapısıdır. Onlarla bağlı imtihan olacaqsınız. Boyunca düşənləri deyəcəksiniz, eləməyəcəksiniz. Yaxşı. Onlar bir qapıdır. İmtihan olunuruq. Və o ilahi dərgahın qapılarıdırlar. Ora daxil olmaq istənsə, imtihan olunmadan daxil ola bilməyəcəksən. İmtihanlarla özləşəcəksən. İlahi vəzifələrinlə bağlı və s. Xülasə, bugünkü çıxışımı yekunlaşdırdım. Neçə dənə sizə cümlə dedim. 1. İmtihanlar ölənə qədər var. Son nəfəsimizə qədər imtihandayıq. 2. Ya xeyirlə imtihan olunarıq, ya şərlə imtihan olunarıq. 3. Yaxşı insanlar da imtihan olunur. 4. İnsanın imanı artdıqca imtihanı da daha da çətinləşir. 5. Neymətlər ki, sizə üz tutur, onlar hamısı imtihan vasitəsidir.